Külək Qaxda da ciddi fəsadlara səbəb olub. Rayonun Qax-İngiloy kəndində yaşayış evlərinə ziyan dəyib. Hər yer bərbad vəziyyətdə, təzə remont olunan evlər idi, yapıqların üstü, hər yerimiz pis günə qaldı, yağış ev eşiyimi batırdı. Şimal-Qərb bölgəsində davam edən qeyri-sabit hava, xüsusilə də külək Qaxın-Qaxıngiloy kəndində 69 yaşlı Vorobyon Kulaşvilinin evini yararsız hala salıb. Külək kənd sakininə məxsus evin dam örtüyünü qopararaq qonşu həyətə atıb. Nəticədə Vorobyon Kulaşvilinin qonşusu İradə Hacıyevaya məxsus evdə zərər görüb. Küləkdən sonra yağan yağış ise evlərə dolub. Təzə işdən gəlmişdim, gördüm birdən elə bil ki, ildırım vurdu da, qonşunun yarpağı gəlib, bütün ev eşiyimi batırıb, dağıtıb, tökdü, pəncərəmi qırdı, tökdü, yağış hamısı evin içinə vurdu. Çox ziyan dəyibdi. Bir yarpağı gəlib yoldan pəncərəmi vurub, bir yarpağı gəlib məhəlləmi batırıb. Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək. İlkin Piranov, Fidan Səfər, Spayız Xəbər, Qax.